Salam əziz abituriyent və müəllimlər. Keçən səfər Avropanın xəritəsini göstərmişdim sizə. Bu səfər isə Asiyanın xəritəsini göstərmək istəyirəm. Deməli, biz birinci anlamalıyıq ki, bu hissələr, bu hissə Avrasiya materikidir. Sadəcə qitələrə ayrılır. Avropa, Avropa və Asiya. Asiya qitələri. İndi Asiya qitəsinə baxaq. Asiya qitəsində qədim dövr üçün deməli bizə lazım olan dövlətlər hansılar idi? Yəni qədim şərq mövzusunda bizə lazım olan dövlətlər Hindistandır, Çindir və belə deyək, Mesopotamiya ərazisi olan iki çay arasıdır. Mən biraz yaxınlaşdırmaq istəyirəm bu ərazini, yəni Asiya qitəsini. Aha. Deməli, Asiyanın cənubunda olan dövlət Hindistan. Həndəsi fiqur olaraq üçbucağa oxşayır. Burada Çini necə tapa bilərsiniz? Fikir verirsinizsə bu hissəsi biraz əyilib. Yəni qarın forması alıb. Bu hissə isə Çinin yuxarısı. Yəni burada X qoyuram, Mərkəzi Asiyadır. Mərkəzi Asiyada tək bir dövləti göstərmək olmaz. Mərkəzi Asiyada Hun, Göytürk və yaxud da ki Monqol dövlətləri kimi dövlətlər yaranıb. Aha, indi gələk bu hissəyə bir dəqiqə. Yəni ön Asiya hissəsinə. Biz bunu qədim Misirdə də keçirdik ki, Misir buradır, uşaqlar. Deməli Misir bu hissədir. Aha. Misirin ön Asiya yürüşü bu istiqamətdə olur. Yəni bu hissələrdə iki çay arası yerləşir və iki çay arasında Mesopotamiya adlanır. Həmin Mesopotamiyada qədim Assuriya və yaxud da ki Suriya, Fələstin kimi dövlətlər mövcud olub və zaman-zaman bir çox dövlətlərin belə deyək işğal altında olmuşdur. Bu İran dövlətidir. İran. İranın yuxarısı Azərbaycan və belə deyək uşaqlar Hindistanın qərb hissəsi. Hindistanın şimal qərb hissəsi də bura adlanır. Hindistan yenə təkrar edirəm, coğrafi belə deyək həndəsi fiqur olaraq üçbucağa daha çox bənzəyir və Asiyanın cənubunda yerləşir. Çin isə belə deyək Asiyanın cənub-şərq hissələrindədir və belə deyək biz bunu belə deyək burada qarın verən kimi hissə kimi yadımızda saxlasaq Çini tapa biləcək. Bu qədər. Asiyada bizə lazım olan qədim dövr üçün əsas lazım olan xəritə bundan ibarətdir. Dövr üçün qayıtsaq, məsəl üçün eramızdan əvvəl bir dəqiqə. Dövr üçün qayıtsaq belə deyək. Aha, deməli söhbət 3-cü əsrdən gedirsə, məsəl üçün Çin və Hindistan dövlətləri və yaxud da ki Hun dövləti. Aha. Qədim dövr üçün gəldikdə isə, qədim dövrün ərazisindən gəldikdə isə, burada bizi Çin, yəni Çin və yaxud da ki Xan sülaləsi olan Çin qarşılayır. Bu hissədə isə Hun var. Hun dövləti və
çəkmə ərazisində olan, yəni belə deyək də, Apenin yarımadası olan Romanın əraziləri belə deyək, ayrı bir rənglə görsənib. Burada Yunanistan idi, bura Misir idi, Misir. Burada isə bizi qarşılayır Selevkilər dövləti. Burada hara oldu? Qədim Hindistan. Maurya sülaləsi olan dövlət. Eramızdan əvvəl 3-cü əsrin sonlarıdır. Bu qədər.